Kaspi polis tərəfindən həyata keçirilən əməliyyat axtarış və istintaq tədbirləri nəticəsində 73 yaşlı kişi saxlanılıbdır. O, yetkinlik yaşına çatmayan şəxsə qarşı zorakılıqda ittiham olunur. Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Aparılan istintaq çərçivəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs zor tətbiq etməklə kənd sakini olan azyaşlı qızı zorlayıbdır. 73 yaşlı kişi öz evində saxlanılıbdır. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsi ilə aparılır. Bolnis rayon ərazisində yerləşən dövlət meşəsində aparılan müşahidə zamanı qanunsuz ağac kəsilməsi və daşınması faktı aşkarlanıbdır. Ağacların kəsilməsi və daşınması video kameralar vasitəsilə müəyyən edilibdir. Məlum olub ki, yerli sakin qanunsuz şəkildə təxminən 4 kubmetr həcmində ağac materialı kəsib və onu meşə ərazisindən çıxarmağa çalışıb. Köyün Karteli Meşə Xidmətinin əməkdaşları tərəfindən avtomobil möhürlənibdir. Qanunsuz əldə olunan ağac materialları isə sonrakı hüquqi prosedurlar üçün Bolnis fəaliyyət meydançasına aparılıb. Acarsan polisinin və prokurorluğun birgə həyata keçirdiyi kompleks əməliyyat axtarış və istintaq tədbirləri nəticəsində odlu silah və sursatın qanunsuz qrup halında əldə edilməsi, saxlanılması, daşınması və satılması faktı üzrə 2 Türkiyə Respublikasının vətəndaşı saxlanılıbdır. Qanun pozuntusu 11 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Aparılan əməliyyat tədbirləri, o cümlədən gizli istintaq hərəkətləri zamanı müəyyən edilib ki, saxlanılan şəxslər vətəndaşa pul müqabilində odlu silah və sursatı qanunsuz şəkildə satıblar. Polis hər iki şəxsi təqsirləndirilən şəxs qismində saxlayıbdır. Qanunsuz silah və sursat maddi sübut kimi götürülübdür. Həmçinin pul da ələ keçirilibdir. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 6-cı hissəsi ilə aparılır.